ABCD kvadratının S və D təpələrindən tərəflərə belə bir xətlər çəkilmişdir. DF və C xətləri çəkilmişdir və tərəflərin necə bölündüyünü qeyd etmişəm. Bizdən DT, yəni x soruşulur. Bu, ilk öncə kvadrat olduğu üçün biz bilirik ki, kvadratın hər bir daxil bucağı 90 dərəcədir. Yəni, burada 90-dır, burada 90-dır, burada 90-dır və burada 90-dır. İndi biz burada bir detektivlik rol oynamalıyıq. Baxmalıyım ilk öncə DSY3 bucağına. DSY3 bucağına. Burada bu üç bucağın katetləri 9 və 12-dir. Yadımda saxlayıram ki, mən belə bir üç bucaq görmüşdüm yolla gedərkən. Bunun katetlərinin biri 12 idi, biri 9 idi. İndi bundan söhbəti qurtardım. İndi keçirəm o bir söz bucağa göz gəzdirirəm. Baxın, DAF3 bucağına. Bu üç bucağa göz gəzdirəndə də görürəm ki, ay Allah, bunun da kateti 12 9-dur. Axı, bunda katet 12 9 idi. Deməli, bu üç bucaqlar bir-birlərinə əslində bərabər üç bucaqlardır. Heç bir fərqləri yoxdur. Yəni, bucaqları, tərəfləri eynidir. Yəni, mən məsələn, DS3 bucağında, məsələn, bura bir dənə alfa, bura bir dənə beta desəm, DS3 bucağının axı AD3 bucağı eyni idi. Bax, bucaq, üç bucaq, DSY ilə ADF3 bucağı eynidir. O zaman burada alfanın qarşısında duran bucaqlar, tərəflər falan eyni olmalıdır. Baxıram, bu üç bucaqda 12-nin qarşısında duran bucağa beta demişəmsə, burada da 12-nin qarşısında duran bucağa beta deməliyəm. Eyni zamanda 90 olduğu üçün avtomatik burada alfa olur. İndi baxmalıyam mən bu üç bucağa. Baxın, bu üç bucağa. DY3 bucağına. Burada fikir verirəm ki, bucaqlar biri alfadır, biri betadır. Alfa ilə betanın cəmi mən bilirəm ki, çoxdan 90 dərəcədir. Çünki alfa ilə betanın özü bir düzbucaqlı üç bucağın bucaqlarıdır. Yəni, alfa ilə betanın cəmi 90 dərəcədir. O zaman bu alfa ilə betanın cəmi 90 dərəcə olduğu üçün burası da 90 dərəcə olmalıdır. O zaman mən isbat eləmiş oldum ki, ADY3 bucağı, daha doğrusu CD3 bucağında çəkilmiş DT xətti əslində həmin üç bucağın hündürlüyüdür. Həmin üç bucağın hündürlüyüdür. İndi mənim əsas məqsədim hündürlüyü tapmağa fokuslanmaqdır. Bunu istənilən yolla tapmaq olar, oxşarlıqla tapmaq olar. Əslində siz onda hündürlük düsturunu isbat etmiş olarsınız. Amma mən oxşarlıqla tapmaq istəmirəm. Burada Y-sən tapa bilərəm. Məsələn, YDC bucağında Pifaqordan buranda 15 taparam. Və hipotenuzda çəkilmiş hündürlüyün bu üç bucaqda düsturu H bərabərdir AB böl C-dir. H bərabərdir AB böl C-dir. AB katetlərdə, burada yazıram, H bərabərdir AB böl C. AB katetlərdə 9 vur 12, aşağıda 15. 3-ə getdi 5, 3-ə getdi 3, 5-də 36, o da elədi 7,2. Cavabımız eləyir DT 7,2-dir.